Salam əziz kino sevərlər, efirdə kino aparat verilişidir və biz bugün yenə dünya kinematografının səviyyəsiz filmlərini müzakirə edəcəyik. Artıq redaksiyamızın ünvanına həddindən artıq çox məktublar gəlir. Yazıb bizdən soruşurlar ki, nəyə görə biz bizim bu kino aparat verilişində Hind filmlərini niyə müzakirə eləmirik? Mən şəxsən özüm bu suala cavab vermək istəyirəm. Nəzərinizə çatdırım ki, bizim verilişimizin adı kino aparatdır. Yəni kino apar at, tulla. Əgər biz Hind filmlərini müzakirə etsək, bizim verilişimizin adı kino aparat olmayacaq. Onda bizim verilişin adı olacaq kino apar vızıllat. Bəli. İndi isə hörmətli televiziya tamaşaçıları keçək verilişimizin daimi iştirakçılarının təqdimatına. Qarşılayın Lənkəranda keçirilmiş Qızıl Borani Kino Festivalının laureatı, məşhur kino rejissor Ağakino Çəkməmişov. Ağakino müəllim, zəhmət olmasa son filminiz haqqında danışardınız. Demək, bu yaxınlarda mən Avtoşlar haqqında bir film çəkmişəm. Çox gözəl. Bu filmin adı nədir? Filmin adı belədir. Demək, Arxadan Vurulan Pərdə. Çox gözəl, çox gözəl. Növbəti iştirakçımız, dahi aktyorumuz, Azərbaycan kinematografında meyit rollarının ən yaxşı ifaçısı, tarixi sənətkar, İsi Qansız. Salam bilək. İsi müəllim, İsi Qansız sizin adınızdır, yoxsa təxəllüsdür? Yox, bilirsiniz, bu İsi əslində mənim adımın qısa formasıdır. Əslində mənim əsl adım, yəni pasportdan olan adım istedadsızdır. Belə el arasında hamı mənə İsi deyir. Ha, aydındır. Deməli, istedadsız, qansız. Bəli, qansız. Deməli, onda belə çıxır ki, qansız yəqin ki, sizin qəddarlığınızdan irəli gələn bir şeydir, hə? Xeyr, xeyr. Qansız mənim soyadımdır. Bu da əslində bir qısa bir formadır. Əslində pasportdan mən qanararsızam. Amma el arasında mənə hamı qansız deyir. İsi qansız, yəni istedadsız, qanararsız. Aydındır, çox gözəl, çox gözəl. İstedadsız müəllim. İndi isə söz verdiyimiz kimi biz növbəti səviyyəsiz bir filmi müzakirə edəcəyik. Bu film 5 Oscar almış, Mel Gibson'ın iştirakı ilə çəkilmiş Cəsur Ürək filmidir. Apartullah. Bu çox səviyyəsiz filmlərdən biridir. Əvvəlcə mən sizdən artıq dərəcədə xahiş edirəm ki, yəni biraz ürək bulandırıcı olsa da bu səviyyəsiz filmdən bir epizoda baxaq. Hələ də bu film mənə çatmayıb. Buyurun, buyurun. Baxaq. Bu epizoda baxandan sonra tam əminliklə demək olar ki, rejissorun dünyadan xəbəri yoxdur. Və sən baxda məni nəsə rejissorsan ki, sən aktyorlara qılınc, nizə, dəmir, dümür paylamısan. Sən aktyorlarına avtomat payla ki, sənin bu şatlatların 2 dəqiqəyə ingilisləri qırsınlar. Mən üzr istəyirəm Ağakino müəllim. Yəni o vaxtı avtomat olmuyor. Siz nə danışırsınız? Utanım sənin yerinə. Utan yerə gir, İsi demişkən. Film neçənci ildə çəkilibdir? 1995-ci ildə. İndi sən nə demək istəyirsən? 95-ci ildə avtomat yox idi. Utan yerə gir. Bilirsiniz necədir Ağakino müəllim? Bu William Wallace ingilislərlə 13-cü əsrdə döyüşüb. Bəli. 13-cü əsrdə avtomat olub. Nətəryan olmayıb. 13-cü əsrdə bizim böyük dahi şairimiz
Nəsiminin vaxtında kanalizasiya lüku olub. Deyirsən, o boyda avtomat olmuyor. Bir dəqiqə, mən üzr istəyirəm. Kanalizasiya lüku 19-cu əsrdə icad olunub. Nə 13-cü əsrdə? Ya bu indiki cavanlar məktəbdə oxumur da. Hiç fikir vermeyin böyle bu her şeye siz reaksiya verirsen. İnanmırsan ama sən bax, ekrana bax, sənə sübut eləyəcəm. Bax, bu Nəsimi, bu sənin o 13-cü əsrin, bu da kanalizasiya lüku. Necədir? Görürsən? Yeri gəlmişkən, mən həmin bu Mel Gibsonla Cəsur Ürək filmində birlikdə çəkilmişəm. O, çox gözəl, çox gözəl. Bu hansı yerində çəkilmisiniz? Gəlin o epizoda birlikdə baxalım. Baxaq. Orada çok cavansız. Sözün düzü, bax, o səhnədə olan bütün aktyorların hamısı sizə oxşuyurdu. Sadəcə bilmək istəyirik, orada siz hansıydınız? O axırda o ox batır ha. Bax o mənim. Bravo, bravo işi. Çok Ben sağ ol, bir rejissor gibi sizi alkışlayıram. Çok sağ ol. Çok Şereftir, siz şereftir benim. istedadlı sanatkarımızlardansınız. Ama rejissorun, filmin rejissoruna söhbət gedir. Tam bu peşekarsızlığı beni biraz narahat edir. Yalnız mənim kimi dahi rejissorlar orada görür ki, burada Şotlandlar İngilizlərə başa salmaq istəyir ki, bazarda ət bahadır. Gedin, nə yeyirsiniz, yiyin. Aydındır, aydındır. Bəs mənim özüm üçün də maraqlıdır. Necə ola bilir ki, bax, belə baxdığımız, bax, bu səviyyəsiz bir film 5 dənə Oscar alır. Ben sizə başa salaram da. Bilirsiniz, filmin baş qəhrəmanı var da, William. Aha. Necə olur ki bu 5 Oscar alır? Bəli, bəli. Çünki bu William'da Daily Wallace var. Yəni Axtik. Aydın, aydın. Mən sizdən artıq dərəcə xahiş edirəm və hörmətli tamaşaçılar, gəlin həmin bu səviyyəsiz filmdən sonuncu epizoda baxaq. Buyurun. Свобода. İndi bilmirəm fikir verdiniz ya yox. Bu kinonun nəinki rejissoru, həm də baş qəhrəmanı da geydirmir. Nə qışqırır orada? Freedom. Freedom nə deməkdir? Mən başa salım da. Freedom. Yəni free, azad deməkdir. Dom da ev. Freedom. Tamamilə doğrudur. Yəni Wallace öləndə demək istəyir ki, mən ölürəm, evim boşalır. Yəni freedom kimə ev, boş ev lazımdırsa geçsin şəllənsin. Aydındır, çox sağ olun. Hər ikinizə minnətdarlığımızı bildiririk. Bəli, hörmətli tamaşaçılar, artıq bizə ayrılan efir vaxtı sona çatır. Sağ olun, gələn görüşlərə dək.